Bürünc əlini tanıyırsınız. Bəs Bürünc Məhəmmədi necə? Azərbaycan boks milli komandasının ən ağır çəkili döyüşçüsü Məhəmməd Abdullayev dünən Azərsportda maraqlı bir fikirlər səsləndirib. Onun sözlərinə görə 3 dünya çempionatında 3 dəfə bürünc medal qazanıb və çox narahatdır ki, nə vaxtsa onun adını Bürünc Məhəmməd qoyacaqlar. Ona görə bu il Braziliyada keçirilən Dünya Kubokunda və həmçinin də Avropa çempionatında qızıl medal qazanmaq istəyir ki, heç kim ona heç vaxtı Bürünc Məhəmməd deməsin. Çox gözəl. Özdə çox maraqlıdır ki, Məhəmmədin çox güclü xarakteri var. Onu da əlavə edək ki, bu günlərdə Bakıda keçirilən Böyük İpək Yolu turnirində çempion oldu. Özü də 3 ay məşq etmədən, təsəvvür edirsiniz, ən ağır çəkili boksçumuzdur. Sadəcə olaraq heç bir problem yox idi. Öz toyuna hazırlaşırdı. Necələr, toya hazırlaşan bəy bilirsiniz də, başı çox qarışıq olur. Məşqləri qoydu qırağa və yarışa bir həftə qalmış toyunu keçirtdi. Allah xoşbəxt eləsin və ona görə ringə necə deyərlər o qədər də güclü formada çıxmadı. Amma buna baxmayaraq yenə də çempion oldu. Məhəmməd, inşallah Dünya Kubokunda və Avropa çempionatında səndən qızıl medal gözləyirik. Ondan sonra sənə heç kim Bürünc Məhəmməd deməyəcək.